Vaqif müəllim, sizi sevənlər nazir olduğu vaxtlarda Əbülfəz Qarayevə yazdığınız şeirə görə sizdən üz döndərdilər. Məmura yazdığınız şeirə görə peşmanlıq hissi duyursunuzmu? O şeir 525-ci qəzetdə o Haykü qopandan 6 ay əvvəl çıxmışdı. Məsələn, biz ondan çox yaxın dost olmuşuq da, çox münasibətlərimiz çox dərin oldu. Yəni, mənim ona o şeiri həsr eləməyə ixtiyarım var. Mən də yazdım ki, sənin əlindən, elə bir adamsan ki, sənin əlindən yaxşılıqdan başqa bir iş gəlmir. Bu ideyadır, şeirin ideyası bundan ibarət. Mətbuat mənim üstümə düşmüşdü. Bəli, bəli. Ayrı bir adam yox idi, ancaq mətbuat. Məsələn, mən yaltaq adam haqqında şeir oxumağa bir çəkinirəm sözünü açıq. Deyəcəklər, bu o vaxt ona belə bir şeir yazmışdı, bu adına onu tənqid eləmişdi mətbuatda. Axı, o kimə şeir yazmışam, o da bilir mən onu o deyiləm. İnanırsınız, mən... Bəzən insanın içindən gəlir. Mən işimlə məşğul, onun o nazir otağına mən zəruri lazım olanda girmişəm. Heç vaxtı da işimlə ayrı söhbət danışmamışam mən orada. Deməli, Məmməd Arazdan tutmuş, Bəxtiyar Vahabzadədən, Xəlil Rza Ulutürkdən, prezidentimiz İlham Əliyevdən, Heydər Əliyevdən hamısına mənim şeirlərim var. Bu ürəyim istəyib, məsələn, Azərbaycan əskərinə ithaf şeirlərim var. Heykəllər var Bakıda. Məhəmməd Füzulisindən tutmuş, Nizamisindən tutmuş, mənim heykəllər silsiləm var. Onların hamısına ayrıca şeirlərim var. Yəni, bu o demək deyir ki, mən Məhəmməd Füzuliyə yaltaqlanmıram. Bir də onu o şəkildə şeyə saldılar, onu. Bir aktyora onu ifa elətdirdilər şəkilində. Görürsünüz, bunların hamısı təşkili bir şeydir də, nədirsə. Özdə sonra gördüm ki, bunlar elə nazirliyin yönəlir yavaş-yavaş nazirliyin işinin tənqidinə.